Salam, dərs 11-in izahına baxaq. Materiklərin fiziki coğrafi mövqeyi və relyefi. Birinci biz materik və qitələri göstərək. 6 materik və 6 qitə var. Materik olaraq göstərsək, Avrasiya materiki, Afrika materiki, Şimali Amerika, Cənubi Amerika, Avustraliya və Antarktidanı göstərərik. Bunlar bizim materiklərimizdir. 6 materik oldu. İndi qitə olaraq göstəririk. Qitə olaraq göstərdikdə Avrasiya 2 qitəyə bölünür. Avropa və Asiya qitəsinə. Sonra Şimali Amerika ilə Cənubi Amerika materiki birləşir, Amerika qitəsi olaraq götürülür. Deməli, Avropa, Asiya, Amerika. Afrika, Avustraliya, Antarktida. Yəni, Afrika, Avustraliya, Antarktida dəyişmir. Materik dedikdə Amerika 2 hissəyə bölündü, Avrasiya 1 götürüldü. Qitə deyəndə Avrasiya 2 hissəyə bölündü, Amerika 1 götürüldü. Avrasiya materiki ən böyük materikdir. Sahəsi 54 milyon kvadrat kilometrdir. Avrasiyanın ucqar nöqtələri. Şimalda, Rusiyada Taymır yarımadasında Çelyuskin yerləşir. Bu hissəyə düşür. Şimalda Çelyuskin. Cənubda, Malayziyada Malakka yarımadasında Piyay burnudur. Bu hissədə. Qərbdə, Portuqaliyada Piriney yarımadasında Roka burnu. Bu hissədə. Şərqdə isə Rusiyada Çukot yarımadasında Dejinyo burnudur. Bu hissədədir. Avrasiya materiki dedik 2 qitədən ibarətdir. Asiya və Avropadan. Avropanın sahəsi 10,1 milyon kvadrat kilometr. Asiyanın sahəsi 44 milyon kvadrat kilometrdir. Avropa və Asiya bu gördüyünüz hissədə bir-birindən ayrılır. Avropa və Asiyanın bir-birindən ayıran sərhəd məntəqələrə Ural dağları, Ural və ya Enba çayı, Xəzər dənizinin şimalı, Kumamanıs çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizini göstərərik. Xəritə üzrə göstərsək, Ural dağları bu hissəni əhatə edir. Ural və ya Enba çayı, Xəzər dənizinin şimalı. Bax, Xəzər dənizinin şimalı bu hissədədir. Kumamanıs çökəkliyi və bu hissədə Azov dənizi. Ondan sonra Azov dənizindən keçir Kerç boğazı vasitəsilə Qara dənizə, Qara dənizdən Bosfor boğazı vasitəsilə Mərmərə dənizinə, Mərmərə dənizindən Dardanel boğazı vasitəsilə isə Egey dənizinə. Avrasiya materiki 2 qitədən ibarətdir dedik. Avropa və Asiya. Avropa qitəsi Avrasiya materikinin qərb hissəsində yerləşir. Avropanın ucqar nöqtələri şimalda, Norveçdə Nordkern burnudur. Cənubda İspaniyada Pirineydə Maroki burnu. Qərbdə Portuqaliyada Piriney yarımadasında Roka burnu. Şərqdə isə Rusiyada Uralın şimal yamacını əhatə edir. Və Avropa qitəsi regionlara bölünür. 4 regiondur. Şimali, Orta, Cənubi və Şərqi Avropa. Xəritəyə diqqət yetirsək rənglərinə. Deməli, bu hissə Şimali Avropa. Gördüyünüz bu hissə Orta Avropa. Bu hissə isə düşür Cənubi Avropaya. Və bu hissə Şərqi Avropaya aiddir. Şimali Avropanın əsasını Skandinaviya dağları təşkil edir və Skandinaviya yarımadasında yerləşir. Bu dağlar çox yüksək dağlar deyil, qədim dağlara aiddir. Ən yüksək zirvəsi Qalxapetyendir, 2469 metrdir. Skandinaviya yarımadası 20 min əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar olmasa da,
Amma buzlağın qalıqları var, yəni buzlaq relyef formaları mövcuddur. Orta Avropa. Orta Avropanın relyefində düzənliklər üstünlük təşkil edir. Xüsusilə də Almaniya-Polşa ovalığı bu hissədə yerləşir. Orta Avropanın Atlantik okeanı sahillərində qurunun tektonik əyilməsi baş verir. Bu hissədə qurunun tektonik əyilməsi baş verir. Və bu əyilmələr nəticəsində sahilboyu ərazilər su altında qalır. Və bu su basmaların qarşısını almaq üçün burada müxtəlif bəndlər tikirlər. Eyni zamanda dənizləri qurudub antropogen mənşəli düzənliklər yaradırlar. Niderland, Belçika, Almaniya, Danimarka kimi ölkələr dəniz sahilini qurudaraq öz ölkə sahəsini genişlənmişlər. Və dənizin mənimsənilmiş belə əraziləri polderlər adlanır. Orta Avropada Alp və Karpat dağları yerləşir ki, Alp Karpat dağlarıdır. Bundan başqa Şvasvadl, Filizli və Sudet dağları da burada yerləşir. Həmçinin Karpat dağlarının qövsü daxilində Orta Dunay ovalığı yerləşir. Cənubi Avropa. Cənubi Avropanın əsasını Piriney, Apennin, Balkan yarımadası və eyni adlı dağlar təşkil edir. Və Cənubi Avropada məşhur olan Etna, Vezuvi, Stromboli vulkanları bu ərazidə yerləşir. Şərqi Avropanın əsasını Şərqi Avropa düzənliyi təşkil edir və Ural dağlarına qədər olan hissəni əhatə edir. Ural dağlarının ən yüksək zirvəsi Narodnaya 1895 metrdir. Şərqi Avropada əsas yüksəkliklər Valday, Orta Rusiya, Volqa boyu, Dnepr yanı düzənliklərdir. Asiya qitəsi materikin şərq hissəsində yerləşir. Şimal hissəsi Rusiyada Çelyuskin burnundan keçir. Ən cənub hissəsi Malayziyada Malakkada Piyay. Qərbdə Türkiyədə Bababurnu, şərqdə isə Rusiya ərazisində Dejinyov burnu yerləşir. Asiya qitəsi də quruluşuna görə ən mürəkkəb regiondur deyə bilərik. Burada həm platforma, həm geosiqnallar var. Asiyanın hissələrinə birinci Şimali Asiya. Şimali Asiya ən böyük düzənlikləri Qərbi Sibir və Orta Sibir platformasında yerləşən Qərbi Sibir ovalığı, Orta Sibir yaylasıdır. Eyni zamanda burada Verxoyansk, Çersk silsilələri yerləşir. Şərqi Asiya. Şərqi Asiya Sakit Okean sahili boyunca yerləşir. Burada Böyük Çin düzənliyi, şərq hissəsində Böyük Çin düzənliyi yerləşir və böyük və kiçik Xinqan dağları. Burada böyük və kiçik Xinqan dağları, bu hissədə Böyük Çin düzənliyi yerləşir. Cənub-Şərqi Asiya. Cənub-Şərqi Asiya bu hissəni əhatə edir. Hind-Çin yarımadası Malay arxipelagını, Kalimantan adasını, Zond adasını əhatə edir. Burada əsasən dağlar meridional istiqamətdə uzanır və hansı ölkədən keçir? Myanma, Tayland, Laos və Vyetnamdan keçir. Burada dağlar arasında Mekong yaylası yerləşir. Cənub-Şərqi Asiyada Krakatau, Çerinci, Apo, Pinatubo vulkanları fəaliyyət göstərir və hazırda fəaliyyətdə olan vulkanlardır. Cənubi Asiya. Cənubi Asiyanın əsas hissəsini Hindistan yarımadası təşkil edir. Və burada mərkəzi hissədə Dekan yaylası yerləşir. Hindistan yarımadasında Dekan yaylası. Cənubi Asiyada Nepal və Himalay dağlarında Şerp xalqları məskunlaşmışdır. Şerp xalqları da Comolungma zirvəsinə qalxan alpinistlərə köməklik göstərir, bələdçilik edir və onların yükünü daşıyır.
Hindistan ərazisində şərqi və qərbi qatdağları yerləşir. Eyni zamanda burada Hindistan, Nepal və Çin sərhəddində ən yüksək zirvə olan 8848 metr Everest zirvəsi Nepal və Çin sərhəddində yerləşir. Hindistanın şimal hissəsindən keçir deyə bilərik. Yəni tam olaraq Hindistanı görmür, amma Nepal ilə Çinin sərhəddində yerləşir. Ən hündür zirvə dünya üzrə Everest zirvəsidir. Bundan başqa ikinci böyük zirvə Karakorum dağlarında Çogori 8611. Buna K2 də deyə bilərik. Çogori zirvəsi yerləşir. Cənub-Qərbi Asiya. Cənub-Qərbi Asiya Ərəbistan platformasını əhatə edir. Yəni Ərəbistan yarımadasında yerləşir. Ərəbistan platforması bilirik ki, qədimdə Afrikaya bitişik olmuş və sınmalar nəticəsində Afrikadan ayrılmışdır. Və Ərəbistan ilə Afrika arasında Qırmızı dəniz yaranmışdır. Hazırda bu tavalar bir-birindən uzaqlaşır və Qırmızı dənizin sahəsi getdikcə böyüyür. Cənub-Qərbi Asiyada Pond, Tavır, Elbrus, Zagros kimi yüksək zirvələr yerləşir. Həmçinin burada İran yaylasında Elbrus dağlarında Dəmavənd vulkanı, həmçinin Anadoluda Ağrı dağ və Ağrı dağ Türkiyənin ən yüksək zirvəsi hesab olunur. Cənub-Qərbi Asiyada Mesopotamiya ovalığı bu hissənin əsasını təşkil edir. Ən aşağı nöqtəsi isə 405 metr ölü dəniz səviyyəsinə uyğun gəlir. Deməli, Asiyanın ən aşağı hissəsi -405 metr ölü dənizdir. Hindistan yarımadasında qərbi və şərqi qatdağları yerləşir. Həmçinin burada Hind-Qanq ovalığı bu hissənin əsasını təşkil edir. Cənubi Asiyanı Mərkəzi Asiyadan dağ sistemləri ayırır ki, Çomolungma hissəsini deyə bilərik. Çomolungma dağı dünyanın ən yüksək zirvəsidir. Cənubi Asiya ilə Mərkəzi Asiyanı bir-birindən ayırır. Nepal və Çin sərhədlərində yerləşir. Cənub-Qərbi Asiya Ərəbistan platformasının əsasını təşkil edir. Ərəbistan platforması qədimdə Afrikaya bitişik olmuş, sonra Afrikadan tektonik qırılmalar nəticəsində ayrılmışdır. Ərəbistan və Afrika bir-birindən uzaqlaşır və Qırmızı dənizin sahəsi getdikcə böyüyür. Cənub-Qərbi Asiyada ən hündür dağlar Pond, Tavır dağları, Zagros, Türkiyədə bundan başqa Anadolu və İran ərazisində Elbrus dağları, İran yaylasında cənub hissəsində Dəmavənd, İranda Dəmavənd yüksəkliyi, sonra Anadoluda Ağrı dağ. Ağrı dağ Türkiyənin ən yüksək zirvəsi hesab olunur. Cənub-Qərbi Asiyada Mesopotamiya ovalığı yerləşir ki, bu hissənin əsasını təşkil edir və ümumilikdə bu regionda okean səviyyəsinə ən aşağı nöqtə -405 ölü dəniz səviyyəsinə uyğun gəlir. Mərkəzi Asiyanın əsasını hündür dağ sistemləri təşkil edir. Ən yüksək zirvə dedik Çomolungma 8848 metr burada yerləşir. Karakorumda Çogori 8611, Pamirdə Kungur 7719, sonra Tacikistanda Somonipki 7495, Hindukuş dağı, Kunlunşan, Tianşan və s. ən yüksək dağlar bu ərazini təşkil edir. Ümumilikdə bu ərazidə turfan çökəkliyi -155 metr, bu da Mərkəzi Asiyada yerləşir. Mərkəzi Asiyada Turan ovalığı, Qazaxıstan xırda təpəliyi, Darfur, Üstyurt, Turqay platoları yerləşir. Yəni Üstyurt və Turqay aiddir. Sonra burada həmçinin Asiya materikində, Asiya qitəsində daha doğrusu neft və qazla zəngin olan iri yataqlar var. Bu İran körfəzində, Mesopotamiyada, Turan ovalığında, Qərbi Sibirdə, Xəzər sahilində, Şimal dəniz sahilində daha çox yayılmışdır. Daş kömür yatağı isə Almaniya, Polşada, Çin, Qazaxıstanda, Türkiyə, Rusiya, Ukraynada əsası təşkil olunmuşdur. Filiz faydalı qazıntılardan həmçinin
Dəmir filizi. Dəmir filizinə görə Hindistan, Çin, Skandinaviya, Fransa. Sonra qalay Wolfram qurşağı Cənub-Şərqi Asiya. Qızıl yatağı Hindistan, Qazaxıstan, Sibirdə daha çox yerləşmişdir. Şimali Amerika materikinin sahəsi 24,3 milyon kvadrat kilometrdir. Cənubi Amerika ilə Panama kanalı vasitəsilə ayrılır. Avrasiya ilə isə Bering boğazı vasitəsilə ayrılır. Şimali Amerika materiki şərqdən qərbə 6000, şimaldan cənuba 7000 km məsafədə uzanır. Sahil xəttləri çox parçalanmışdır. Ucqar nöqtələri şimalda Butye yarımadasında Murchison burnu, cənubda Panamada Azuero yarımadasında Mariato burnu, qərbdə ABŞ-da Seward yarımadasında Uez şəhzadəsi, şərqdə isə Kanadada Labrador yarımadasında St. Charles burnu yerləşir. Qərb hissəsində əsasını Kordilyer dağları, gördüyünüz Kordilyer dağları təşkil edir. Kordilyer dağları Kanada, ABŞ, Meksika, Mərkəzi Amerika ölkələrinin ərazisindən keçir. Kordilyer dağları şərq, mərkəz və qərb hissələrdən ibarətdir. Qərb hissəsini sahil sıra dağları təşkil edir. Xəritəyə diqqət yetirsək, qərb hissədə yerləşir. Həmçinin burada qərb hissədə Kaskad, Niyerə, Sevada kimi dağlar da yerləşir. Sonra var şərqi hissədə. Şərqi hissədə artıq qayalı dağlar. Baxın, bu hissədə, şərqi hissədə qayalı dağlar yerləşir. Buranın mərkəz hissəsində yayla və platolardan ibarətdir. Böyük Hövzə, Meksika, Kolumbiya, Kolorado platoları mərkəz hissəni təşkil edir. Şimali Amerikanın cənub hissəsində Kordilyer dağları bu hissədə daralır və ensiz bir hissəni əhatə edir və bunu Meksikada Sierra Madre adlandırırlar. Burada həm şərqi Sierra Madre, həm qərbi Sierra Madre kimi iki hissəyə bölürlər. Şimali Amerikada fəaliyyətdə olan vulkanlar Rainier, Shasta, Colima, Tohumoko, Popocatépetl, Momotombo, Orizaba vulkanlarıdır. Materikin ən yüksək zirvəsi McKinley'dir, 6194 metr. Ən aşağı nöqtəsi ilə -86 metr ölüm dərəsi yerləşir. Burada həmçinin böyük düzənliklər, Atlantik Okean sahilində Meksika sahili və Atlantik Okean sahili ovalıqlar yerləşir. Şimali Amerikanın şərq hissəsində yeganə qədim dağ Appalat dağıdır. Bu hissədə yeganə qədim dağ Appalat dağı yerləşir. Cən hündür nöqtəsi Mitchell 2037 metrdir.